Şəbi Hicran adlandırılan geyim kolleksiyası orta əsr Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunub. Kolleksiyanın ideya müəllifi, modelyer dizayner Mətanət Bayramova deyir ki, bu sənət əsərini yaratmaq 3 aydan çox vaxt alıb. Əvvəlcə eskizlər çəkilib, həm Məcnunun, həm də Leylinin bütün geyimləri təsvir halına gətirildikdən sonra geyimlərin tikilişinə başlanılıb. Şəbi Hicran ayrılıq gecəsi deməkdir. Təbii ki, ilk öncə təəccübləndilər. Nəyə görə bir defilə, kolleksiya bu cür olmalıdır? Mövzu burada idi ki, Füzuli, Nizami öz əsərlərində Leyli Məcnunu ayırır. Yəni ayrılıq görünür əsərlərin sonunda. Mənim ideyam o idi ki, biz onları birləşdirək. Və defiləmizin sonunda təbii ki, Məcnun və Leyli obrazımız nar simvolu, sevgi simvolu ilə qovuşurlar. Kolleksiya libaslarla yanaşı paltolar, gödəkçələr, papaqlar, çantalar, eyni zamanda bəzək əşyalarından ibarətdir. Şəbi Hicran, yanar canım, tökər qan, çeşmi giryanım, oyadar xəlqi əfqanım, qara baxdım, oyanmazmı? Bəli, Şəbi Hicran kolleksiyasından bu cür gözəl, yaşıl bir libası sizə təqdim etmək istərdim. Libasın üzərində bax belə bir batika sənət nümunəsi olan kəlağayı əks olunub. Kəlağayının üzərində isə Məcnunun səhrada kompozisiyası təsvir edilib. Ümumilikdə Şəbi Hicran kolleksiyasına 25 geyim daxildir. Onlardan 5-i kişilər, 20 geyim isə qadınlar üçün ərsəyə gətirilib. Kompozisiyanın xüsusiliyi əsas onun qədim sənət nümunələrimizdən istifadə olunaraq hazırlanmasıdır. Kaşmir paltonun üzərində palto material olaraq kaşmir olsa da bu hissədə keçəçilik sənəti var. Keçəçilik sənətini bura tətbiq etmək isə o qədər də asan olmadı. Yəni, burada iynələrlə xanımlarımız bir ay işlədilər ki, bu materialı bundan çox fərqləndirməyək. Sanki materialın özündə bu keçəçilik işi varmış kimi sağ olsun sənətkarımız onu ərsəyə gətirdi. Şəbi Hicran kolleksiyasında ən çox bəyəndiyim detallardan biri də o oldu ki, kolleksiya milli koloritlə müasirliyi bir araya gətirib, yəni sintez edib. Misal üçün, bu cür qısa bir gödəkçəni, oversize bir gödəkçəni siz bugün rahatlıqla gündəlik həyat tərzinizdə istifadə edə bilərsiniz. Gödəkçənin üzərində isə qorama sənət nümunəsindən istifadə olunub. Geyimlərin hər biri dərzi xanımların əl əməyi göz nurudur. Kolleksiya həm də tarix, ədəbiyyat və musiqi kimi incəsənət və mədəniyyət sahələrini də özündə əks etdirir. İpəklərdir, kəlağaylardır, kətanlardır, tam təbii bir materiallardır xüsusi olaraq. Yəni, belə qurama işləri ilə xüsusi naxışlar verilir, xüsusi butaların üstü əlavə qurama naxışları ilə işləyirik, hətta muncuqlarla, əl işləri ilə, boyama üsulu ilə gözəl-gözəl əl işlərimiz var. Hamısı milli tarixi əsərlərlə bağlı, tarixi kinolarımızla bağlı çox xüsusi insanlara zövq verir. Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş Şəbi Hicran kolleksiyası Best Model of Azərbaycan yarışmasında da nümayiş etdirilib. Kolleksiyaya daxil olan geyim və aksesuarların satışı da həyata keçirilir. Gülnar İlqar qızı, Zaur Həşimov, Telesəhər.